Hazırda Bakının Yasamal rayonu ərazisində Hakim Abbasov küçəsində yerləşən həkimlərin təkmilləşdirilmə institutundayıq. Burada məcburi köçkün ailələri və digər ailələr yaşayır. 2 gün əvvəl mənzilə qazın verilməsində problem yaranıb. Sakinlərin sözlərinə görə mənzilin qarşısında olan 2 qaz sayğacı sökülərək aparılıb. Məsələyə bağlı aidiyyəti qurumlara müraciət olunsa da problem hələ də davam edir. Məsələ ilə bağlı bina sakinləri Yeni Avaza danışıblar. Ayın 12-sindən gəliblər, qazımızı kəsib aparıblar. Mən özüm də əlil adamam, 3-cü qrup əlillər. Bu zülmlə, bu əziyyətlə, bax bu 2 körpə uşaqdır, biri də evdə 3 aylıqdır. Bax biz çox pis vəziyyətdəyik. Uşağım üzr istəm, yumağı var, özümüzün işə gedir, işdə yumağımız var. Bax biz bu zülmü əziyyəti çəkirik, gəlib qazımızı kəsib aparırlar 3-5 adama görə. Hansı ki, burada 1-2-3 nəfər burada yeridir, gəlib qapını qırıb girib otururlar. Biz də onların qurbanı olmuşuq. Evlərdə alışdıq qoyanlar, güçlüsün, düzgün Nədir işlərinlərdir? 13 oktyabr tarixində burada qaz kəsilib bu binada hal-hazırda. Yəni heç bir xəbərdarlıq olmadan, səbəbləri aydın deyil. Lazım yerlərə şikayət olunub, bildirilib. Heç bir cavab alınmayıb. Yəni burada nə qədər sakin var, məcburi köçkünlər var. Buna bir əncam çəkilməlidir. Mənim şikayətim budur. Evimdə hal-hazırda 2 az yaşlı körpə var. 50 uşaq var, qışdır, qazım yoxdur. Kiməsə görə gəlib qazı kəsiblər ki, orada yerli yaşayır. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də problemin həlli ilə bağlı hələ də bir addım atılmayıb. Müraciət etmişik, hər kəs bilir. Müraciət olunub, bəli, gəlib baxıblar. Özləri təsdiqləyiblər ki, bəli, biz tərəfdən kəsilib, şotçuklar götürülüb. Amma düzəlmək barədə heç bir nə söz deyiblər, nə məlumat var, nə bir şey. 2 gün əvvəl gəlib saat gün orta aparıblar, soruşublar niyə aparmısınız, deyiblər ki, bəs dəyişib başqasını qoyacaq. Sonra da məlum olub ki, yalan söhbət. Məsələ ilə bağlı Azərqaz İstehsalat Birliyinə sorğu ünvanlasaq da qurumdan rəsmi açıqlama ala bilmədik.